1945-dəki müttəfiqlərin qələbəsindən sonra əskəri şüşələnmə işləri 3 il davam etdi. Amma sonra istehsal sivil sahəyə yönəldi. Amerikan ordusunun ətəyinə yapışan Coca-Cola Antarktida xaric yer üzünün hər qitəsinə yayılmışdı. Hətta Soyuq savaş dövründə də kola savaşı verilirdi demək olar ki, və Sovetlərin əskəri lideri general Georgi Konstantinoviç Zhukova da kola təqdim olundu. Onu sevir və Rus vodkasına bənzəyən bir şəkildə, yəni rəngsiz mümkünmü deyə istəyi olur. Başqan Harry Trumanın icazəsi ilə rəngsiz bir versiyasını hazırlayırlar. Coca-Cola beyaz qapaqlı və etiketində qızıl Sovet ulduzu olan xüsusi silindir şüşələrdə Zhukovaya göndərilir. Soyuq savaş dövründə də Coca-Cola təkcə ABŞ ilə yox, Qərbin azadlıq, demokratiya və sərbəst bazarı kapitalizm dəyərləri ilə bütünləşdirildi. Coca-Cola'nın 1948-dəki iclasında bir pankartda yazırdı ki, biz kommunistləri düşündüyümüzdə ağlımıza dəmir pərdə gəlir. Onlar demokratiyanı düşündüyündə isə ağıllarına Coca-Cola gəlir.